Havalar soyuyan kimi sizin könlünüzə hansı yemək düşür? Bir damcı yağış yağan kimi ürəyim quymaq istəyir. Qazmağı xırçıltılı, özünü isə qaşıq-qaşıq yeyib doya bilməyəcəyiniz quymaq resepti deyirəm. Əvvəl sizin üçün qəşəng çay dəmləyirəm, ardınca başlayıram quymağın hazırlanmasına. Bu yaxınlarda Trendyoldan həm maye, həm də quru ərzaqları asanlıqla ölçə biləcəyim belə bir tərəzi aldım. Yağın dəqiq miqdarını ölçüb 3 il öncə aldığım tavamı ocağa yerləşdirirəm, başlayıram yağı əridib unu burada qovurmağa. Mən quymağa həm su, həm də süd əlavə edirəm. Bu formada çox xəfif, ləzzətli alınır. Sarı kökü və bir çimdik duzu da unutmuruq. Əlimi saxlamadan qarışdırıram ki, topalar qalmasın. Sonra isə qapağını örtüb, öncə vamodda, sonra isə altı qızarınadək orta ateşdə bişirirəm. Özü yağa düşür, altı da qəşəngcə qızarır. Üzərinə bol darçın və şəkər tozu əlavə edirəm. Ləzzət. Ərzaqların miqdarını videonun açıqlama qisminə qeyd etmişəm. Mütləq siz də hazırlayın, bəhbəhlə nuş edin. Bugünlük bu qədər. Hələlik.